14 fevral 1994-cü ildə Murovdağ ətrafında ağır döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 1500-dən çox hərbiçisi həlak oldu. Şəhidlərin böyük hissəsi Şaxtalı gecədə mühasirədə qalaraq donvurmadan həyatını itirdi. Həmin gün Cəmilli kəndində Kəlbəcərin tərk edilməsi barədə əmr verilir. Ermənistan qoşunlarının nəzarətində olan yollar səbəbindən Azərbaycan qüvvələri bölgəni ensiz dağ yolu ilə tərk etməyə məcbur qalır. Ağır texnika isə geridə saxlanıldı. Güclü qar, şaxta və uçqunlar nəticəsində yüzlərlə əskər həlak oldu və ya itkin düşdü. Döyüş iştirakçılarının xatirələrinə görə geri çəkilmə son dərəcə ağır şəraitdə baş verib. Bir çox hərbiçi soyuq və donvurma səbəbi ilə həyatını itirib. Rəsmi itkilərlə bağlı dəqiq məlumat olmasa da, müxtəlif mənbələrdə ölən və itkin düşənlərin sayının 1500-dən çox olduğu qeyd olunur. 14 fevral dünyada sevginin vitrini kimi təqdim olunur. Restoranlarda şamlar yandırılır, masalarda güllər açır, səni sevirəm sözləri səslənir. Amma həmin gün Azərbaycan torpağında sevgi tamam başqa cür yaşanmışdı, can bahasına. 1994-cü ilin 14 fevralında Murovdağda donan əskərlər sevgini məktubla yox, son nəfəsi ilə yazdı. Onlar üçün sevgi bir insan deyil, vətən idi. İsti qucaq yox idi, isti söz yox idi. Yalnız şaxta, qar və bitməyən yol vardı. Həmin gecə analar bilmədən oğullarını gözlədi. Sevgililər bilmədən nişanlılarını itirdi. Uşaqlar bilmədən yetim qaldı. Dünya sevgi qeyd edərkən Azərbaycan torpağı öz qəhrəman övladlarını bağrına bastı. Kəlbəcərin tərk edilməsi ilə başlayan o geri çəkilmə əslində tariximizin ən ağır sükutlarından biri oldu. Dağ yollarında qalan izlər qarla örtüldü. Amma o izlər xalqın yaddaşından silinmədi. Bu torpaqda 14 fevral romantika deyil. Bu tarix üşüyə-üşüyə vətəni isidən oğulların günüdür. Bu tarix sevginin restoranda yox, səngərdə sübut olunduğu gündür. Azərbaycan üçün 14 fevral çiçək alanların yox, şəhid olanların tarixidir. 14 fevral axşamı dünyada masalar dolu idi, amma Azərbaycan dağlarında boşalan canlılar vardı. Kimisi restoranda sifariş verirdi, kimisi isə Murovdağda son nəfəsini. 1994-cü ilin həmin Şaxtalı gecəsində Murovdağda donan əskərlər bilmirdi ki, eyni tarix başqa ölkələrdə sevgi günü adlanır. Onlar yalnız bir şeyi bilirdi, geri yol yoxdur, vətən var. Kəlbəcərdən geri çəkilən kolonnalar qarın içində itib batarkən, gənc ömürlər yarımçıq qaldı. Sevgilərin ad günü tortu kəsdiyi bir tarixdə Azərbaycan anaları övladlarının adını qara daşa yazdı. O gecə telefonlar susdu, məktublar yarımçıq qaldı. Gələcəm deyənlər heç vaxt gəlmədi. Dünya sevgi sözləri yazarkən Azərbaycan torpağı şəhid adları yazdı. Bu səbəbdən 14 fevral bu ölkədə sadəcə təqvim günü deyil. Bu tarix sevginin qiymətini qanı ilə ödəyənlərin günüdür. Bu tarix restoranda qeyd olunan sevginin səngərdə yaşanan sevgiyə borclu olduğunu xatırladır. Azərbaycan üçün 14 fevral xatırlamaq, susmaq və baş əymək günüdür. Əziz əskərlərin müqəddəs ruhları qarşısında. 14 fevral təqvimdə qırmızı rənglə işarələnir. Bəziləri üçün bu sevginin bayramıdır. Amma Azərbaycan üçün bu tarix yarımçıq qalan ömürlərin günüdür. 1994-cü ilin həmin gecəsində Murovdağda nə şam işığı vardı, nə musiqi. Yalnız ağappaq qarın üstündə tünd izlər və susan nəfəs səsləri. Kəlbəcər istiqamətində geri çəkilən əskərlər bilirdi ki, bəlkə də bu yolun sonudur. Amma yenə də dayanmırdılar. Çünki sevgi bəzən yaşamaq deyil, qurban olmaqdır. O gecə kimlərsə səni sevirəm dedi, kimlər isə susaraq sübut etdi. Bu torpaqda 14 fevral gül almaq yox, baş əymək tarixidir. Bu tarix sevginin nə qədər ağır, nə qədər müqəddəs olduğunu xatırladır. Azərbaycan üçün 14 fevral səssiz qəhrəmanların danışmayan tarixidir. Bugün 14 fevralı fərqli cür xatırlayırıq. Sevgi haqqında danışarkən susuruq, çünki bizim sevgimiz xatirəyə çevrilib. 1994-cü ilin Şaxtalı gecəsində Murovdağda qalan qəhrəmanlar üçün zaman çoxdan dayanıb. Amma xalqın yaddaşı dayanmayıb.
onların yarımçıq qalan arzuları bu torpağın sabahına çevrilib. Ona görə də biz sizi unutmuruq, unutmadıq, unutmayacağıq da. Çünki bu torpaqda sevgi bəzən gül deyil, bəzən bir ad, bir şəkil, bir məzar olur. Və biz hər 14 fevralda bir daha anlayırıq. Vətən sevgisi unudulmur.